Salam əziz şagirdlər. Bugün biz 6-cı sinif riyaziyyat dərsliyində nisbətin faizlə ifadəsi mövzusuyla tanış olaq və bu mövzuya aid olan məsələləri həll edək. Tutaq ki, sinifdə 20 şagird vardır və bu şagirdlərdən 6 nəfəri əlaçıdır. Belə bir sual qoyaq ki, sinifin neçə faizi əlaçıdır? Bunun üçün biz 6-nın 20-yə nisbətinə baxırıq. Yəni, əlaçıların bütün sinifin hansı hissəsi olduğunu yazırıq. Və bu nisbəti faizlə ifadə etmək üçün alınan nisbəti 100%-a vururuq və alınmış cavabın yanında faiz işarəsi yazırıq. Bu şəkildə yazaq. Deməli, 6/20-ni vururuq 100%-ə. Və buradan alırıq ki, bu 30% edər. Deməli, sinifin 30%-i əlaçıdır. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, bir ədədin digər ədədin neçə faizini təşkil etdiyini tapmaq üçün bu ədədlərin nisbətini 100%-ə vurub yazmaq lazımdır. Məsələn, A B-nin neçə faizidir? A-nın B-nin neçə faizini təşkil etdiyini tapmaq üçün A bölü B nisbətini bu şəkildə yazırıq. A bölü B kəsr şəklində yazırıq və bu nisbəti 100%-a vururuq. Yəni, iki ədədin nisbətini faizlə ifadə etmək üçün bu ədədlərin nisbətini 100-ə vurub yanında faiz işarəsi yazmaq lazımdır. İndi belə bir məsələlərə baxaq. Birinci məsələyə baxaq. Bir ədədin digərinin neçə faizi olduğunu tapın. Baxaq. A və B variantlar həll olunub, göstərilmişdir dərslikdə. Biz baxaq C variantına. 8 ədədi onun neçə faizidir? 8-i 10-a bölürük və 100%-ə vururuq. Və buradan alırıq ki, bu 80% edər. D variantına baxaq. 10 ədədi 8-in neçə faizidir? 10-u bölürük 8-ə, vururuq 100%-ə. Bu da edər 125%. E variantına baxaq. 45 ədədi 60-ın neçə faizidir? 45-i bölürük 60-a və alınan nisbəti vururuq 100%-a. Bunu 15-ə ixtisar etsək 3, 60-ı 15-ə ixtisar etsək 4 və cavab olaraq 75% alarıq. G variantına baxaq. 0.8, 0.4-ün neçə faizidir? Nisbəti 100%-ə vururuq və 200% olduğunu alırıq. H variantına baxaq. 0.4 ədədi 0.8-in neçə faizidir? 0.4-ü bölürük 0.8-ə və vururuq 100%-ə. Buradan da alırıq 50%. Digər varianta baxaq. 4/3 ədədi 0.6-nın neçə faizidir? 4/3-ü bölək 0.6-ya və alınan nəticəni vuraq 100%-ə. Kəsirlərdən biri onluq kəsir, digər adi kəsir şəklində olduğuna görə hər iki kəsiri onluq kəsir, adi kəsir şəklində yazaq. 0.6-nı 5/3 şəklində yazaq. Və 100%-ə vuraq. Buradan da 4/3-ü vururuq 3/5-ə. Çünki kəsiri kəsirə bölərkən birinci kəsir, ikinci kəsirin tərsinə vurulmalıdır. Yəni, bölənin tərs olan ədədə vurulmalıdır. Və buradan da alırıq ki, cavab 125%-dir. Baxaq J variantına. 2/1 ədədi 5/4-ün neçə faizidir? 2/1-i bölürük 5/4-ə və vururuq 100%-ə.
Buradan da alırıq ki 8'də 5 vurulsun 100%. 100'ü 8'e bölsək 12,5 və buradan alırıq. Deməli 62,5%. Baxaq ikinci məsələyə. Bir kəmiyyət digərinin neçə faizini təşkil edir? Deməli, burada bir kəmiyyət digərinin neçə faizini təşkil etdiyini tapmaq üçün birinci kəmiyyət ikinci kəmiyyətə bölüb alınan nəticəni 100%-ə vurmaq lazımdır. 45'i bölürük 180'ə və vururuq 100%-ə. Bu da edir 25%. B variantına baxaq. 12 litr 60 litrin neçə faizidir? 12'ni bölürük 60'a və vururuq 100%-ə. Bərabərdir 20%. C variantına baxaq. 180 200 manatın neçə faizidir? 180'i bölürük 200'ə və vururuq 100%-ə. Bu da eder 90%. D variantına baxaq. 45 dəqiqə 30 dəqiqənin neçə faizidir? 45'i bölürük 30'a və vururuq 100%-ə. Bunu 15'e ixtisar etsək 2, 45'i 15'e ixtisar etsək 3 və cavab alırıq 150%. E variantına baxaq. 30 kilogram 60 kilogramın neçə faizini təşkil edir? 30'u bölürük 60'a və vururuq 100%-ə. Bu da eder 50%. F variantına baxaq. 750 gram 3 kilogramın neçə faizidir? Bunun üçün 3 kilogramı da qrama çeviririk. 3 kilogram 3000 qram eder və 750'ni 3000'ə bölüb vururuq 100%-ə. Bu da bərabərdir 250%. Baxaq üçüncü məsələyə. Qutuda ağ və mavi topların sayı 1'in 4'ə nisbətindədir. Ağ topların sayı mavi topların sayının neçə faizini təşkil edir? Deməli, ağ və mavi. Bu şəkildə yazaq bunları. Ağ və mavi topların sayılar nisbəti 1'in 4'ədir. İndi baxaq A variantına. Ağ topların sayı mavi topların sayının neçə faizini təşkil edir? Yəni 1/4'ü vururuq 100%-ə. O da eder 25%. B variantına baxaq. Mavi topların sayı ağ topların sayının neçə faizinə bərabərdir? Mavi topların deməli nisbəti 4 olduğuna görə 4'ün 1'ə 4 bölünsün 1 nisbətini vururuq 100%-ə. Bu da eder 400%. C variantına baxaq. Ağ toplar bütün topların hansı hissəsini təşkil edir? Və neçə faizini təşkil edir? Ağ toplar, deməli, burada ilk öncə biz əvvəldə gördük ki, ağ topların sayının mavi topların sayına nisbəti 1'in 4'ədir. Yəni, ağ top 1x-dırsa, mavi topların sayı 4x-dır. İndi C variantında ağ topların bütün topların sayına nisbətini soruşur. Yəni, ağların sayı 1, bütün topların sayısı o zaman 5 olar. Və 1/5'i 100%-ə vursaq, 20% almış olarıq. Yəni, ağ toplar bütün topların 20%-ni təşkil edir. D variantına baxaq. Qutudakı bütün topların hansı hissəsi
və neçə faizi mavi toplardır? Deməli, mavi topların hissəsi 4 olduğuna görə 4'ü bölürük 5'ə, yəni qutudakı bütün topların 5'də 4 hissəsi mavi toplardır. Və bunu 100% ilə ifadə etsək, yəni 100%-ə vursaq, faizlə ifadə etmiş olarıq. 80%. Yəni bütün topların 80%-i mavi toplardır. 4-cü tapşırığa baxaq. Tənasüb qurmaqla bir ədədin digərinin neçə faizi olduğunu tapın. Baxaq A variantına. Tutaq ki, deməli 18 ədədi 36-nın neçə faizidir? Tutaq ki, x faizidir. O zaman biz belə yaza bilərik. 18-in 36-ya nisbəti bərabərdir x-in 100-ə nisbəti. Və buradan tənasübün əsas xassəsini tətbiq etsək, 36x bərabər 18-i də 100-ə vururuq 1800 və buradan da x bərabərdir 50 faiz. X oldu 50%. B variantına baxaq. 21 ədədi 150-nin 21-i bölürük 150-yə. Bu da bərabərdir x bölünsün 100-ə. Buradan da 150x bərabərdir 2100 və 2100-ü 150-yə bölsək 210 bölək 15 yazaq və buradan ixtisar etsək bunu 5'ə bölsək 3, bunu 5'ə bölsək 42, 42'ni də 3'ə bölsək 14. Baxaq digər varianta. C. 36 santimetr 80 santimetrin neçə faizini təşkil edir? 36 bölü 80 bərabərdir x bölünsün 100. Buradan 80x bərabər 3600, x bərabər 3600'ü 80'ə bölsək alarıq 45%. D-yə baxaq. 27 kilogram 18 kilogramın neçə faizini təşkil edir? 27 bölünsün 18 bərabərdir x bölünsün 100. Buradan 18x bərabərdir 2700, x bərabərdir 2700'ü bölürük 18'ə. Bu da bərabərdir 150%. E-yə baxaq. 5 litr 8 litrin neçə faizini təşkil edir? 5 bölü 8 bərabərdir x bölünsün 100. Buradan 8x bərabər 500, x bərabərdir 62 tam onda 5. Deməli faiz 62 tam onda 5%. F variantına baxaq. 24 metr 20 metrin 24 bölünsün 20 bərabərdir x bölünsün 100. Buradan 20x bərabərdir 2400 və x bərabərdir 120%.
Tənasübdən istifadə etməklə suallara cavab verin. 5-ci məsələ. A variantına baxaq. 360-ın 30% neçədir? Deməli, biz bunu tənasüb formasında belə yazaq ki, 360-a deyək 100%, onun 30% x olsun və bu şəkildə tənasüb quraq. Buradan da deməli çarpaz şəkildə vursaq, 100x bərabərdir 360 vurulsun 30. Buradan da x bərabərdir deməli 108. Yəni 360-ın 30% 108-ə bərabərdir. B-yə baxaq. 70 litrin 20% neçə litrdir? 70 litr olsun 100%. Onun 20% x olsun. Və biz bunu tənasüb şəklində yazsaq, 70 bölünsün x bərabərdir 100 bölünsün 20. Buradan da 100x bərabərdir 1400. X bərabər 14%. 14. X bərabərdir 14. Deməli 14 litr 20% təşkil edər. C variantına baxaq. 250 qramın 12% nə qədərdir? 250 olsun 12%'li. X olsun. Burada o 250'ye 100% diyek. 250 100%. X olsun 12%. Ve biz bunu tənasüb şəklində yazsaq. 250'nin X'a nisbəti bərabərdir 100'ün 12'ye nisbəti. Buradan tənasüb həll etsək. 100x bərabərdir 250 vurulsun 12. X bərabərdir 100'e bölsək 30 eder. gram. D variantına baxaq. 40% 8 olan ədəd hansı ədəddir? Deməli 100 ədəd olsun x. Bunun faizi 100%'dir. 8 o zaman olsun 40%. Burada tənasüb yazsaq. X'in 8'e nisbəti bərabərdir 100'ün 40'a nisbəti. Və 40x bərabərdir 800. X bərabərdir 20. E variantına baxaq. Hansı ədədin 20% 32'dir? Ədəd olsun, məsələn, y, deyək buna 100%. 32 ise olsun 20%. Ve buradan da tənasüb yazsaq. Y-in 32'ye nisbəti bərabərdir 100'ün 20'ye nisbəti. Ve buradan y bərabərdir
6,4. F variantına baxaq. 12% 48 olan ədəd hansı ədəddir? Ədəd olsun x, x olsun 100%li, 48 isə 12% olan ədəd olsun. Yəni x-in 12% olan ədəd 48-dir. Və biz bunu tənasüb kimi yazsaq, x-in 48-ə nisbəti bərabərdir 100-ün 12-yə nisbəti. Və buradan 12x bərabərdir 4800, x bərabər 400. Səkkiz ədədi 20-nin neçə faizidir? 20 olsun 100%, 8 olsun x faiz. Və tənasüb qursaq buradan 20-nin 8-ə nisbəti bərabərdir 100-ün x-ə. 20x bərabər 800, x bərabər 40%. 900 qram 6 kiloqramın neçə faizidir? 6 kiloqramı qramla ifadə etsək, 6000 qram deyək 100%li olsun, 900 qram olsun x faiz. Deməli buradan 6000 bölünsün 900 bərabərdir 100 bölünsün x. Və buradan 6000 x bərabərdir 90.000. X bərabərdir 15%. İ variantına baxaq. 60 cm 15 metrin neçə faizidir? İlk öncə 15 metri santimetrə çevirək. 1500 cm deyək 100%. 60 cm isə deyək x faiz. Və tənasüb quraq. Burada 1500-ün 60-a nisbəti bərabərdir 100-ün x-a nisbəti. Və 6000 bərabərdir 1500 x bərabərdir 4%. Baxaq 6-cı məsələyə. Dəyirmana gətirilmiş 25 ton buğdanın 17 tonu üyüdüldü. Buğdanın neçə faizi üyüdüldü? Bu zaman 17-ni bölüb 25-ə vurmalıyıq 100%-ə. Yəni üyüdülən buğda bütün buğdanın neçə faizini olduğunu tapmalıyıq. Bunun üçün də 17 bölü 25 nisbətini 100%-ə vurmaq lazımdır. Yeddiyə baxaq. Lalə 240 səhifəli kitabın 180 səhifəsini oxudu. O, kitabın səhifələrinin neçə faizini oxuyub? Oxunmuş səhifə sayı 180, ümumi səhifə sayı 240 olduğuna görə 180 bölü 240-ı vururuq 100%-ə. Və buradan deməli, bunu 60-a bölsək 3, bunu 60-a bölsək 4, 75% edər. B variantına baxaq.
Oxunmayan səhifələr kitabın neçə faizini təşkil edir? Oxunmuş səhifə 75%dirsə, oxunmayan səhifədə 100%-dən çıxırıq 75%-i edər 25%. Bu üsulla da yazmaq olar. Ya da 180 səhifə oxunubsa, deməli neçə səhifə oxunmayıb? 240-dan çıxırıq 180-i edər 60 səhifə və 60-ı 240-a bölüb 100%-ə vurarıq. Bu zaman da 25% almaq olar. Yəni hansı üsulla istəsəz yaza bilərsiniz. Baxaq 8-ə. Diaqramda 6A sinifində keçirilmiş qiymətləndirmənin nəticələri haqqında məlumat verilib. Şagirdlərin neçə faizi 3 aldığını tapaq. İlk öncə baxaq 6A sinifində neçə şagird var. Şagirdlərin ümumi sayını tapaq. 2 alanlar 2 nəfər, 3 alanlar 4 nəfər, 4 alanlar 8 nəfər və 5 alanlar isə 6 nəfərdir. Cəmi 20 nəfər. A variantına baxaq. Şagirdlərin neçə faizi 3 qiymət alıb? 3 qiymət alanların sayı 4 olduğuna görə 4-ü 20-yə bölüb 100-ə vurmaq lazımdır. Və bu zamanda 20% olduğunu alarıq. Yəni bütün şagirdlərdən 20%-i 3 almışdır. B variantına baxaq. 5 qiymət alanlar şagirdlərin neçə faizini təşkil edir? 5 qiymət alanlar 6 nəfər olduğuna görə 6-nı 20-yə bölüb 100%-ə vurmalıyıq və buradan da 30% olduğunu alırıq. C variantına baxaq. Şagirdlərin neçə faizi 4 və 5 qiymətləri alıb? 4 və 5 qiymətləri alan şagirdlərin sayı 8 ilə 6-nın cəminə bərabərdir. 14. 14-ü 20-yə bölüb vururuq 100%-ə. O da edər 70%. Doqquzuncu məsələyə baxaq. Saf suya müəyyən qədər duz tökdükdə tərkibində duz olan qarışıq alınır. Bu qarışığın bir hissəsini su, digər hissəsini isə duz təşkil edir. Qarışıqla bağlı suallara cavab verin. A variantına baxaq. 160 qram saf suya 40 qram duz qarışdırılıb. Qarışığın neçə faizi duzdur? 160 qram suyla 40 qram duzu qarışdırsaq 200 qramlıq məhlul alınar və bu məhlulun, yəni qarışığın deməli 40 qramı duz olduğuna görə deməli neçə faizi duzdur? Bunu tapmaq üçün 40-ı 200-ə bölüb 100%-ə vurmalıyıq. Bu da 20% edər. B variantına baxaq. 135 qram saf suya 45 qram duz qarışdırıldı. 135-in üzərinə 45 əlavə edirik. Bu da edir 180 qram. Qarışığın neçə faizi sudur? Suyun miqdarı 135 qram olduğuna görə 135-i bölürük 180-ə, vururuq 100%-ə. Bunu 35'e bölsək 3, 180'i 35'e bölsək 4. Bu da edər 75%. Yəni ki, qarışığın 75%-i sudur. Baxaq 10-cu məsələyə. Məsələləri həll edin. A variant. 140 qram duzlu suyun tərkibində 10% duz var. Bu qarışığa 10 qram duz əlavə edildi. Alınan qarışıqda duz neçə faiz təşkil edər?
Biz ilk öncə qarışığın tərkibində nə qədər duz var onu tapaq. 140-ın tapaq 10%-ni, vuraq 10-a, bölək 100-ə, 14 qram duz vardır. İndi bu qarışığa 10 qram duz əlavə olunduğuna görə 14 ilə 10-u toplayırıq və 24 qram duz almış oluruq. Yəni qarışığa 10 qram duz əlavə edildikdən sonra orada cəmi duzun çəkisi 24 qramdır. İndi alınan qarışıqda neçə faizin duz təşkil edir? O zaman 24-ü bölürük 150-yə. Niyə 150-yə? İlk əvvəlcə qarışığın miqdarı 140 qram idi. Sonra 10 qram duz əlavə olunduğuna görə qarışığın çəkisi 150 qram olur. Və bunu vururuq 100%-ə. Bu da bərabərdir. 150-ni 6-ya bölsək 25, 24-ü 6-ya bölsək 4. Bu da edər, deməli 16%. Yəni qarışığın, yeni qarışığın 16%-i duzdur. B variantına baxaq. 250 qram duzlu suyun tərkibində 20% duz var. Bu qarışığa 150 qram su əlavə edildi. Alınan qarışıqda duz neçə faiz təşkil edər? Yenə də 250 qramın 20% duz olduğuna görə tapaq ki, orada nə qədər duz var. 250-ni 20-yə vuruq və 100-ə bölək. 50 qram. 50 qram duzdur. İndi bu qarışığa saf su əlavə edildiyinə görə duzun çəkisi dəyişmir. Duzun çəkisi olduğu kimi qalır. O zaman biz su əlavə edildikdən sonra yeni qarışıqda duzun neçə faiz təşkil etdiyini tapmaq üçün 50-ni bölürük. Deməli 250 plus 150-yə. Yəni qarışığın çəkisi artıq 250 plus 150 olur. Vururuq 100%-ə. Bunu da sadə şəkildə yazsaq 50 bölünsün 400. Vuraq 100. Və buradan alırıq ki 12,5%. Yəni su əlavə edildikdən sonra qarışıqda duzun miqdarı 12,5% təşkil edər. Baxaq 11 nömrəli məsələyə. Birinci kutuda 30 kitabın 40%. İkinci kutuda 20 kitabın 20% riyaziyyat dərsliyidir. Riyaziyyat dərslikləri bütün kitabların neçə faizini təşkil edir? Deməli, birinci kutuda tapaq görək nə qədər riyaziyyat dərsliyi var. 30-un 40%-ni tapırıq. 30-u vururuq 40-a, bölürük 100-ə. Alırıq 12 riyaziyyat kitabı. İkinci kutuda isə 20 kitabın 20% riyaziyyat dərsliyidir. Yazaq. Deməli, 20-nin 20%-ni tapırıq bu zaman. 20-ni 20-yə vururuq və 100-ə bölürük. Bu da eləyir 4 riyaziyyat kitabı. İndi cəmi neçə riyaziyyat kitabı oldu? 12 plus 4 bərabər 16 riyaziyyat kitabı oldu 2 kutuda. Bütün kitabların sayı isə 30 ilə 20-nin cəmidir. Yəni birinci kutuda cəmi 30 kitab, ikincidə isə deməli 20 kitab olduğuna görə bütün kitab sayı 50 kitab edər. İndi görək riyaziyyat kitabları bu kitabların neçə faizidir. Bunun üçün 16-nı bölürük 50-yə və vururuq 100%-ə. Bu da edər 32%. Yəni bütün kitabların 32%-i riyaziyyat dərsliyi təşkil edir. Bugünkü dərsimiz bu qədər uşaqlar. Dərsimizə baxıb bəyənməyi unutmayın və abunə olun ki, yeni dərslərimiz də çəkildikcə sizə çatmış olsun. Sağ olun, hələlik. Gələn dərslərimizə qədər.